Salam, hər vaxtınız xeyirli olsun, dəyərli izləyicilər. May ayının 15-idir, əsl yarpağın qoyulma vaxtıdır. Çox da gecikmədən mən yarpaqlarımı bugün aldım. Ağşanı yarpağı almışam 4 kiloqram və bunların hamısını dəstələmişəm qabaqcadan. Bu günləri mən anamın hazırladığı lap köhnə üsullardan biri ilə hazırlayacağım. Neçə il saxlasanız da yarpağınız xarab olmayacaq. Və keçən il hazırlayıb çox bəyəndiyim üsulu da yenidən sizinlə paylaşacağım. Ağ üzümün yarpağıdır. Hər iki tərəfi də yamyaşıl, nazik yarpaqlardır. Qapaqlar təzədir. Bir dəfə qaynadıb götürəcəm. Sonra isə bir qazanda 4 litr su qoymuşam. 4 litr suya 5 yemək qaşığı turşuluq duz əlavə edirəm. Yodsuz turşuluq duz əlavə edirəm. Və biraz da qarışdırıram. Duzu əriyəndən sonra dəstələdiyim yarpaqları hissə-hissə suyun içərisinə əlavə edirəm. Və 1-2 dəqiqə qaynar suyun içərisində digər tərəfinə də çevirirəm. Saralan kimi götürüb bankalara yerləşdirirəm. Yarpaqları qaynatmaq lazım deyil. Gördüyünüz kimi saralan kimi digər tərəfini çevirirəm. Sonra isə bankalara yerləşdirirəm. Yarpaqları bankaya yığdıqca üzərindən də çox möhkəm basmağa ehtiyac yoxdur. Mən 700 qramlıq bankalardan istifadə edirəm. Bir ədəd bankaya 300-320 qram yarpaq gedir. Yarpağı bankaya yerləşdirməkdən asılıdır. Anam uzun illərdir ki, yarpağı bu cürə sadə, duzlu su ilə qoyur. Yarpaqları da qışda çox gözəl, sapsarı, ətirli qalır və üzərinə çıxana qədər də duzlu su əlavə edirik yığandan sonra. Bu çox önəmlidir. Yəni duzlu su yarpağın üzərinə çıxmalıdır. Suyu tökəndən sonra dəmir qaşıqla və yaxud da bıçaqla yarpağın kənarlarını tərpədin, havası çıxsın. Yenə də yarpağın üzərinə biraz da su əlavə edin ki, yarpağınızın üstü quru qalmasın. Əgər yarpağın üzəri quru qalsa, qışda açanda yarpaqlarınızın üst hissəsindəki olan qatı çürüyəcəkdir. Mən bankalarımın hamısını hazırladım. 7 ədəd 700 qramlıq bankam və 2 ədəd isə 1 kiloqramlıq bankam alındı. Qapaqların möhkəm sıxılmasından əmin olmaq üçün bir gecə bankaları bu cürə ağzı aşağı saxlayıram və səhəri günü yenə də qaldırıb sərin yerə qoyacağam. Bu yarpaq isə keçən il hazırladığım üsulla yarpaqlarımdan qalıb, onu sizinlə yenidən paylaşmaq istəyirəm. Çox gözəl, sap-sarı yarpaqlarım necə qoymuşamsa, rəngi də qaralmayıb. Əgər yarpağınızı duzlu su ilə qoymağı sevmirsinizsə, bu üsul ən gözəl və ən asan üsuldur. Və mən bir ədəd də yarpağı kəsib göstərmək istəyirəm. Susuz yarpaq qoymaq istəyənlər üçünsə bu üsulu da paylaşıram. Yarpağın saplaqlarını çox da dərindən kəsmirəm, yarısını kəsirəm. Yarpaqları qupquru halda quru bankanın içinə saplağı ilə birlikdə yığıram. Çox sıx olmamaq şərti ilə hamısını belə yerləşdirirəm. Və bir ədəd salfeti və kağızı yandırıb üzərinə qoyub tez bağlayıram. Qapaqlar təzə olmalıdır. Ən vacib bir məqamda sizə çatdırım ki, kağızı və ya salfeti yandırdığında biraz yanmalıdır. Sonra siz onu qapağın altına qoyub bağlamalısınız. Çünki bankanın vakuumlanmağı üçün orada istilik əmələ gəlməlidir. Dəyərli izləyicilər, videomuzu bura qədər izlədinizsə, kanalımıza dəstək üçün bəyənib, abunə olmağı unutmayın. Allaha əmanət olun, salamat qalın.